Allah da suyunu çıxarır, demirəm işte, gəl. Salam dostlar, bura Roma Termini vağzalıdır. Romanın ən böyük qatar stansiyalarından biri. İtaliyanın demək olar hər yerinə buradan qatar tapmaq olur. Mən də bu dəfə Marmora şəlaləsinə gedirəm. Qatar yola düşən kimi Roma yavaş-yavaş arxada qalır. Mənzərə dəyişir, şəhər evlərini yaşıllıq əvəz edir. Yol özü də çox zövqlüdür. Burada qatardan düşürəm. Artıq böyük şəhər ab-havası yoxdur. Hər şey daha sakitdir. Sonra bu balaca, köhnə retro qatarlarla qarşılaşırsan. Bunlar əsasən yerli marşrutlar üçündür və çox nostalji havası var. Qatara minib Marmoraya doğru gedirəm. Yavaş gedir, amma elə bu yavaşlıq adama ləzzət edir. Pəncərədən baxdıqca təbiətə doymaq olmur. Və nəhayət Marmore. Bu yer Umbriya bölgəsində yerləşir və dünyanın ən hündür süni şəlalələrindən biri hesab olunur. Düşən kimi ətrafın yaşıllığı diqqət çəkir. Hər tərəf meşə, dağ havası, sərinlikdir. Şəlaləyə çatmaq üçün kəndin içi ilə piyada gedirsən. Yol boyu çox gözəl mənzərələr var. Yollar təmiz, baxımlıdır. Hər şey elə təbii saxlanılıb ki, insan özünü şəhərdən çox uzaqda hiss edir. Yolda balaca suvenir dükanları, kafelər var. İstəsəz oturub bir kofe içə, istəsəz xatirəli nəsə ala bilərsiniz. Burada karavanlar üçün xüsusi yerlər də ayrılıb. Çox adam ailəsi ilə gəlib bir neçə gün qalır. Şəlaləyə giriş biletlədir və müəyyən saatlarda su buraxılır. Ona görə də gəlməzdən əvvəl saatlara baxmaq yaxşıdır. Nəhayət biletlərimizi əldə etdik. İndi isə Marmora şəlaləsinə gedə bilərik. Bileti aldım və Marmora şəlaləsinə doğru yola düşürəm. Ətrafda üzüm çardaqları var. Təzə üzüm dərib yemək də bu yerin ayrı bir dadıdır. İndi Marmora şəlaləsinə gedən gəzinti yollarındayam. Yollar xüsusi olaraq təhlükəsiz və təbiətə zərər verməyəcək şəkildə salınıb. Ümumiliklə parkın içində bir neçə fərqli marşrut var. Hər marşrutun uzunluğu və baxış bucağı fərqlidir. Kimsə yuxarıdan panoramik görüntü verir, kimisi isə şəlalənin lap yaxınından keçir. Marmora şəlaləsi uzaqdan belə çox rahat seçilir. Suyun səsi hələ yanına çatmamış eşidilir. Bu da onun nə qədər güclü axdığını göstərir. Maraqlı və çox adamın bilmədiyi faktı da sizə qeyd edim ki, Marmora təbii şəlalə deyil. Təxminən eramızdan əvvəl 271-ci ildə Roma imperiyası dövründə yaradılıb. Məqsəd Velino çayının sularını Nera çayına yönləndirərək bataqlıq əraziləri qurutmaq idi. Şəlalənin ümumi hündürlüyü təxminən 165 metrdir və 3 mərhələdən ibarətdir. Bu göstərici ilə Marmora dünyanın ən hündür
süni şəlalələrindən biri sayılır. Su yuxarıdan aşağı böyük sürətlə axır. Axının gücü o qədər yüksəkdir ki, bəzi nöqtələrdə yerin titrədiyini hiss edirsən. Marmora ərazisində bir neçə rəsmi baxış nöqtəsi var. Hər baxış nöqtəsi şəlaləni fərqli bucaqdan göstərir və buna görə gəzinti zamanı hər nöqtədə dayanmaq tövsiyə olunur. Şəlaləyə yaxınlaşdıqca havadakı rütubət artır. Suyun xırda damcıları havaya yayılır və burada demək olar ki, tam islanmamaq mümkün deyil. Bu səbəbdən Marmoraya gələn turistlərə adətən yağmurlu və ya su keçirməyən geyim tövsiyə olunur. Xüsusilə su buraxılış saatlarında. Marmora şəlaləsində su daim eyni səviyyədə axmır. Günün müəyyən saatlarında su tam gücü ilə buraxılır. Bu saatlar əvvəlcədən rəsmi şəkildə elan olunur. Şəlalənin ətrafında xüsusi mikroiqlim formalaşıb. Daimi rütubət səbəbi ilə burada mamırlar, nadir bitkilər və müxtəlif quş növləri yaşayır. Marmora əsrlər boyu bir neçə dəfə yenidən qurulub və təkmilləşdirilib. Orta əsrlərdən tutmuş, müasir dövrə qədər bu sistem daim nəzarətdə saxlanılıb. Bugün Marmora İtaliyanın ən məşhur təbiət turizm nöqtələrindən biridir. Hər il minlərlə turist bu şəlaləni görmək üçün bura gəlir. Ərazi qorunduğu üçün bəzi yerlərə girmək qadağandır. Qaydalara əməl etmək həm təhlükəsizlik, həm də təbiətin qorunması üçün vacibdir. Marmora şəlaləsi təkcə vizual gözəllik deyil, həm də Roma mühəndisliyinin min illərdir işləyən canlı nümunəsidir. Əgər İtaliyada həm tarix, həm mühəndislik, həm də təbiəti bir yerdə görmək istəyirsinizsə, Marmora şəlaləsi bunun üçün ən doğru ünvanlardan biridir.
yol məni geriyə aparır, amma insan hər qayıdışdan eyni qayıtmır. Bu səfərdə səs-küy yox idi, tələsmək yox idi. Sadəcə baxmaq, dinləmək və biraz da susmaq vardı. Bəzən elə yerlər olur ki, çox şey demir, amma çox şey hiss etdirir. Marmoridə elə idi. Avtobus pəncərəsindən axıb gedən yaşıllığa baxdıqca bir şey aydın olur. İnsan bəzən dayanmağa, nəfəs almağa ehtiyac duyur. Belə yerlər xatirə kimi yox, bir hiss kimi qalır. Bu dəfəki səfərimiz bu qədər. Növbəti səfərlərdə görüşənədək. Çəkib tanıtmaq məndən, abunə olub bəyənmək isə sizdən.